Bürc TV Bürc həvəskarlarına 17 mart 2025-ci il üçün astroloji proqnozu təqdim edir. Əməyə qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qoç. Sizi qeyri-adi əlverişli gün gözləyir. İlham və yaradıcılıq elə səhərdən sizi müşayiət edəcək və bir çox cari problemlərin həllinə kömək edəcək. Bir çox qoç xüsusilə dərrakəli olacaq, buna görə də digər insanların motivlərini və maraqlarını asanlıqla başa düşəcək, dəyərli fikirlər təklif edəcək və özləri üçün böyük fayda verəcək əməkdaşlıq haqqında razılığa gələcəklər. Həm işgüzar, həm də şəxsi perspektivli əlaqələr qurmaq imkanı olacaq. Nüfuzlu insanlar məqsədlərinizə çatmağınıza kömək edəcəklər. Sevdiyiniz insanla gələcək planlarınızı müzakirə etmək üçün əla vaxtdır. Gün yeni ideyaların, yeni ortaya çıxan planların müzakirəsi üçün mükəmməldir. Sizi yaxşı tanıyan insanlar sizə necə davam edəcəyinizi söyləyəcəklər. Məsləhətlərə qulaq asacaq və səhvlərdən qaçacaqsınız. İşgüzar səfərlər yaxşı olacaq, xüsusən də günortadan sonra baş tutanlar. Evdə həmişəkindən daha çox narahatlıq ola bilər. Diqqət tələb edən xırda məişət problemlərinin olması mümkündür. Onların öhdəsindən tez gələcəksiniz və yaxınlarınız kömək etməkdən məmnun olacaqlar. Axşam ailə tədbiri, ev məclisi üçün münasib vaxtdır. Günün əvvəlində boş söhbətlərdən qaçmaq çətin olacaq. Çoxları sizinlə söhbət etmək istəyəcək, amma hamı faydalı məlumat paylaşa və ya maraqlı bir şey söyləyə bilməyəcək. Mənasız söhbətlərə və mübahisələrə çox vaxt itirməməyə çalışın. İşə diqqət yetirmək daha yaxşı olar, çünki onlarda əhəmiyyətli irəliləyiş əldə etmək şansı var. Günortadan sonra təkcə özünüz üçün deyil, başqaları üçün də çox faydalı işlər görə biləcəksiniz. Sizin sayənizdə davaq-dalaş halında olan insanlar barışacaq, ədalət bərpa olunacaq. Vacib qərarları özünüz verin. Bu, səhvlərdən və xoşagəlməz anlardan qaçmağa, hədəflərinizə tez çatmağa imkan verəcək. Həmkarlarla və rəhbərliklə ciddi mübahisələr yaranmayacaq, xırda fikir ayrılıqları münasibətləri korlamayacaq və tez bir zamanda kompromis tapmaq mümkün olacaq. Gün səfərlər üçün çox münasibdir, həm əvvəllər planlaşdırılan, həm də son anda qərar verdiyiniz səfərlər yaxşı alınacaq. Yaxınlarınızla ünsiyyət üçün də əlverişli gün olacaq, qohumlar, dostlar, sevdiyiniz insanla yaxınlıq sizi sevindirəcək. Təcrübələrinizi və planlarınızı onlarla bölüşə bilərsiniz. Heç yerə tələsməsəniz, gün yaxşı keçəcək. Şəxsi münasibətlərlə bağlı qərar verməkdə tələsməmək xüsusilə vacibdir. Burada vəziyyət istədiyiniz qədər sadə və birmənalı olmaya bilər. Hər şeyi anlamaq üçün vaxt lazımdır. Ev işləri ilə məşğul olan bəzi məişət məsələlərini həll edə bilərsiniz, heç bir problem olmayacaq. Axşam dostlarla görüş üçün ideal zamandır, dostların əhatəsində siz mütləq məmnun olacaqsınız. Sevən qoçlar təşəbbüskar olmalıdırlar. Yaxşılığa doğru dəyişikliklər sizi çox da gözlətməyəcək. Buğa. Olduqca uğurlu gündür. Siz çoxdankı ideyaları uğurla həyata keçirəcəksiniz və ətrafınızdakılar bu işdə sizə kömək etməkdən məmnun olacaqlar. Bəzi buğalar rəhbərliyin gözündə özünü yaxşı tərəfdən göstərəcək və karyera yüksəlişi şanslarını artıracaq. Danışıqlar, konfranslar və müzakirələr yaxşı keçəcək, qeyri-adi dərəcədə inandırıcı və natiq olacaqsınız. Tanımadığınız mövzuları başa düşmək və yeni bacarıqlara yiyələnmək asan olacaq. Günün ikinci yarısı yeni əlaqələr qurmaq və perspektivli tanışlıqlar üçün əlverişlidir. Cazibədarlığınız digər insanları tez bir zamanda qazanmağınıza kömək edəcək. İşlər plana uyğun getməsə, narahat olmayın. Bu, asan gün deyil, lakin bir çox işlərdə uğur qazanacaqsınız. Sakit qalmaq və yeni vəziyyətdə çaşqınlığa düşməmək vacibdir. Keçmişdə qazanılan təcrübə şübhəsiz ki, faydalı olacaq. Onun sayəsində kiçik səhvlər belə etməyəcəksiniz. İşgüzar görüşlər yaxşı keçəcək. Gözlədiyinizdən daha cəlbedici təkliflər almağınız mümkündür. Əvvəllər gərgin olan münasibətləri yaxşılaşdırmaq imkanı yaranacaq. Axşam ən yaxın insanlarla ünsiyyət üçün münasib zaman olacaq. İşlərinizdə ardıcıl olun. Bu, pis gün deyil, lakin tələsik qərarlar və tələsik hərəkətlər bəzi çətinliklərə səbəb ola bilər. Mürəkkəb və vacib hesablamalarla məşğul olan buğalar xüsusilə diqqətli olmalıdırlar.
Hər şeyi bir daha yoxlamaq üçün çox da tənbəllik etməyin, uğursuz bir səhv etmək riskiniz var. Köhnə dostlarla və ruhən sizə yaxın olan, fikirlərinizi və maraqlarınızı bölüşən digər insanlarla ünsiyyətdən məmnun qalacaqsınız. Siz əla məsləhətlər alacaqsınız, çox düşünmədən onlara əməl edin və peşman olmayacaqsınız. Gün parlaq və ruhlandırıcı olacaq. Səhər saatları çox məhsuldar olacaq. Bir neçə saat ərzində çox iş görəcəksiniz. Əvvəllər çox darıxdırıcı görünən işlərin öhdəsindən gələcəksiniz. İş hətta çətin olsa da asan görünəcək, başqalarının uğursuz olduğu yerdə nəzərə çarpacaq, uğur qazanacaqsınız. Sizi əvvəllər kiçik hesab edənlər yanıldıqlarını anlayacaqlar. Ola bilər ki, yaxın gələcəkdə bu insanlar sizinlə dostluq etmək istəsinlər. Planlaşdırılmamış xərclər mümkündür. Kiçik plansız alışlar uğurlu olacaq, lakin böyük alışlara tələsməmək daha yaxşıdır. Əvvəllər çətin görünən işlərin öhdəsindən gələ bilərsiniz, bugün onların öhdəsindən tez gələ biləcəksiniz. Uzaqdan gələn gözlənilməz xəbərlər günün əvvəlində sizi sevindirəcək. Eyni zamanda darıxdığınız insanlarla görüşlər mümkündür. Ümumi planlarınız ortaya çıxa bilər. Axşam xoş işlərlə dolu olacaq. Ailədə dəyişikliklər ola bilər, bundan çox sevinəcəksiniz. Ulduzlar maliyyə məsələlərini həll etməklə məşğul olan buğalar üçün sürprizlər vəd edir. Bürcün ən bacarıqlı nümayəndələri yeni gəlir mənbəyi tapacaqlar. Əkizlər. Günün başlanğıcı çox asan olmayacaq, amma sonra hər şey yaxşılaşacaq. Səhər tezdən mühüm layihələrə başlamaqdan çəkinin. Bir çox əkizlər gözlənilməz problemlərlə üzləşməli olacaqlar. Başqalarından kömək üçün ümidlərinizin gerçəkləşməsi ehtimalı azdır, ona görə də ilk növbədə öz gücünüzə güvənməlisiniz. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Siz buraxdığınız səhvləri düzəldə və yeni perspektivli əlaqələr qura biləcəksiniz. Başqaları üçün xüsusilə cəlbedici olacaqsınız. İşgüzar münasibətlərin romantik münasibətlərə çevrilməsi mümkündür. İşinizdə olun. Günün ilk yarısının xüsusilə məhsuldar olacağı ehtimalı yoxdur. İşdə gecikmələr, bəzi xırda çətinliklər ola bilər, buna görə də başladığınız işləri vaxtında başa çatdırmaq mümkün olmayacaq. Köhnə müqavilələrin pozulması istisna edilmir. Kiminsə dəstəyinə arxalanmaqdansa müstəqil hərəkət etməyiniz daha yaxşı olacaq. Günün ikinci yarısı tamamilə fərqli olacaq. Uğur sizə gülümsəyəcək. Ulduzların dəstəyi sayəsində çətin işlərin öhdəsindən gələcəksiniz. Son zamanlar sizi və yaxınlarınızı narahat edən suallara cavab tapacaqsınız. Gün yeni bir şey öyrənmək, məlumat toplamaq və təhlil etmək üçün tam olaraq münasibdir. Nə qədər çox fayda məlumatlar öyrənsəniz, yaxın gələcəkdə bir o qədər yaxşı ideyalar meydana çıxacaq. İşgüzar danışıqlar uğurlu olacaq, uzun müddətli əməkdaşlığın başlanğıcı istisna edilmir. Günortadan sonra həddindən artıq yüklənmədən və stresli vəziyyətlərdən qaçmağa çalışın. Çox güman ki, bu zaman dincəlmək, gündəlik işlərdən uzaqlaşmaq istəyəcəksiniz. Və belə bir fürsət mütləq ortaya çıxacaq. Dostlar səyahətlərdə və gəzintilərdə məmnuniyyətlə sizi müşayiət edəcəklər. Gün xoş olacaq. Yeni imkanlar açılacaq və siz onlardan dərhal yararlanacaqsınız. Biznesdə uğur tamamilə yeni bir işə baş vurmaqdan qorxmayan əkizlər tərəfindən əldə ediləcək. Siz tez başa düşəcəksiniz ki, məqsədə doğru düzgün yol tapmısınız və yarana biləcək bəzi xırda çətinliklər sizi planlarınızdan əl çəkməyə məcbur edə bilməyəcək. Son zamanlar çox darıxdığınız insanları görmək fürsəti yaranacaq. Belə ünsiyyət çox xoş olacaq. Münaqişədə olduğunuz insanlarla da barışmaq mümkün olacaq. Ancaq burada təşəbbüs göstərmək lazım gələcək. Yeni bir işdə özünüzü sınamağa dəyər. İş nə qədər çətin olsa, uğur qazanma ehtimalınız bir o qədər çox olar. Təcrübə və təxəyyül faydalı olacaq, onların sayəsində siz heç kimin ağlına gəlməyən həll yolları tapacaqsınız. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Qarşılıqlı anlaşmaya asanlıqla nail olacaqsınız, əvvəllər bir çox mübahisələrə səbəb olan məsələlər barədə razılaşacaqsınız. Günün ikinci yarısı bəzi faydalı əşyalar, məsələn, mebel və ya məişət texnikası almaq üçün əla vaxtdır. Tez bir zamanda düzgün seçim edəcəksiniz və bu cür satın almalara görə peşman olmayacaqsınız. Xərçəng.
Bərəkətli gündür. Sağlam düşüncə və ehtiyatlılıq başqalarının çətin tapdığı işlərin öhdəsindən gəlməyə kömək edəcək. Əksər xərçənglər kifayət qədər səy göstərsələr, təsirli nəticələr əldə edə biləcəklər. Müqavilələrin bağlanması və mühüm danışıqların aparılması üçün əlverişli zamandır. Çoxdan gözlənilən xəbərləri almağınız mümkündür. Əvvəllər tez-tez fikir ayrılığına düşdüyünüz insanlarla münasibətlərinizi yaxşılaşdıra biləcəksiniz. Yaxın insanlarla ünsiyyətdə siz həm də kobud kənarları hamarlaya və mübahisəli məsələlərə aydınlıq gətirə biləcəksiniz. Günün başlanğıcı parlaq və zəngin olacaq. Qətiyyətli hərəkət edin və çox şey əldə edəcəksiniz. Biznesdə təşəbbüs göstərməyə dəyər. Ətrafınızdakı insanlar sizin ideyalarınızı mütləq bəyənəcəklər, ona görə də köməkçilərə ehtiyacınız varsa, onları tapmaq çətin olmayacaq. Özünüz barədə xoş təəssürat yaratmaq istədiyiniz insanlarla görüşmək üçün yaxşı vaxtdır. Günün ikinci yarısı xeyli sakit keçəcək, həm də özünə məxsus şəkildə əlverişli olacaq. Yaxınlarınızla vaxt keçirin, həm sizi, həm də onları sevindirəcək, münasibətlərə fayda verəcək. Romantik sürprizlər də daxil olmaqla xoş sürprizlər mümkündür. Davamlı olun və əvvəllər demək olar ki, qeyri-mümkün görünən hədəfə nail olacaqsınız. Mürəkkəb problemləri müstəqil həll etmək, başqalarının gücü çatmayan işlərin öhdəsindən gəlmək mümkün olacaq. Bir çox xərçənglər çətin vəziyyətdə qalan tanışlarına dəstək olmaq imkanı əldə edəcəklər. Pulla bağlı hər işdə diqqətli olmağa dəyər. Bugün hətta maliyyə məsələlərini müzakirə etmək də arzu olunmazdır. Çox danışmaq riskiniz var, maliyyə əməliyyatlara başlamazdan əvvəl etibarlı insanlarla ünsiyyət qurduğunuzdan əmin olun. Gün sakit və xoş keçəcək. Çətin ki, hər hansı mühüm hadisə və böyük dəyişikliklər gətirsin, lakin bu, yığılmış işlərin öhdəsindən gəlməyə, əvvəllər başlanmış işləri başa çatdırmağa imkan verəcək. Yeni ideyalar, iş planları ortaya çıxacaq. Onları həyata keçirməyə tələsməyin, əvvəlcə hər şeyi düzgün düşünün. Yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Sizə əziz olan insanları daha yaxşı başa düşəcəksiniz, fikir ayrılıqları və mübahisələr keçmişdə qalacaq. Günün ikinci yarısı kiçik alışlar, maliyyə məsələlərinin həlli üçün münasib zamandır. Səhər ortaya çıxan gözlənilməz tapıntı sizi çox sevindirəcək. Üstəlik, əvvəllər hamını narahat edən problemlərin keçmişdə qaldığı ortaya çıxa bilər. Siz həvəslə yeni işlər götürəcək və onlarda ilk uğurlarınızı tez bir zamanda əldə edəcəksiniz. Əvvəllər öyrəndikləriniz faydalı olacaq. Bilik və təcrübəniz sayəsində ciddi səhvlərə yol verməyəcəksiniz. Dostlarla görüş üçün əlverişli gündür. Şübhəsiz ki, birlikdə görmək istədiyiniz işlər də olacaq. Səyahətlər yaxşı nəticələnəcək və onların əvvəlcədən planlaşdırıldığı və ya son anda yola çıxmağınızın fərqi yoxdur. Şir. Olduqca mübahisəli gündür. Bir tərəfdən bir çox problemlərin həllinə kömək edəcək ilham və emosional yüksəliş yaşayacaqsınız. Digər tərəfdən bəzi şirlər ən kiçik bir səbəbdən başqaları ilə münaqişəyə meyilli olacaqlar. Təkəbbürünüzü cilovlaya bilsəniz, hər şey yaxşı olacaq. Danışıqlar uğurlu olacaq və sərfəli sövdələşmələr bağlamaq mümkün olacaq. Əhəmiyyətli heç nəyi axşama qədər təxirə salmamalısınız. Yaxınlarınızla ünsiyyət qurarkən lazımsız fikir ayrılıqlarının qarşısını almaq üçün maksimum səbir və nəzakət göstərmək vacibdir. Gün asan olmayacaq, amma yenə də kifayət qədər uğurlu olacaq. Tamamilə yeni bir işə başlamaq üçün əlverişlidir. Uğur qazanmaq üçün necə hərəkət edəcəyinizi tez başa düşəcəksiniz. Faydalı tanışlıqlar mümkündür, sizin üçün cəlbedici peşəkar perspektivlər açan əməkdaşlığın başlaması mümkündür. Bütün şirlərin başladıqları işi başa çatdırmaq üçün kifayət qədər səbri olmayacaq. Ancaq yenə də səy göstərsəniz və istədiyiniz nəticəyə nail olsanız, daha sonra bunun üçün özünüzü tərifləyəcəksiniz. Axşam ailədə xoş hadisələr, yaxınlarınızdan biri ilə bağlı xoş xəbərlər vəd edilir. Gün parlaq və maraqlı olacaq. Bugün bəzi köhnə planlarınızı həyata keçirə, çoxdan planlaşdırdığınız işləri həyata keçirə biləcəksiniz. Ola bilər ki, dərhal dostlaşacağınız yeni tanışlar bu işdə kömək etsin. Yəqin ki, qeyri-adi romantik hekayənin başlanğıcı baş tutacaq, başınızı itirməməyə çalışın. Son zamanlar sizi narahat edən maliyyə məsələləri uğurla həll olunacaq. Nağd maliyyə daxil olmaları gözlənilməz mənbələrdən gələ bilər.
Bəzi şirlər sərfəli sövdələşmələr bağlamağı bacaracaqlar. Yaxınlarda iş yerini dəyişmiş və hələ də yeni vəzifələrə öyrəşməyə çalışanlar bugün nəzərə çarpacaq peşəkar uğura nail olacaqlar. Bugün nə düşünürsünüzsə düşünün, amma yeni ideya və planları həyata keçirməyə tələsməyin. Əvvəlcə vəziyyəti obyektiv qiymətləndirin, hər şeyi tək başına idarə edə biləcəyinizə əmin olun. Əvvəllər təşəbbüslərinizi çox dəstəkləyən insanlarla məsləhətləşmək faydalı olacaq. Gözlənilməz görüşlər mümkündür. Çox güman ki, çox xoş olacaq. Bir çox şirlər, xoş xəbərlər və maraqlı təkliflər alacaqlar. Günün ikinci yarısı sevgidə bürcün nümayəndələri üçün xoş sürprizlər, yaxın insanlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər vəd edir. Gün həyəcanlı və hadisələrlə dolu olacaq. Yeni işlər meydana çıxacaq və bu sizi sevindirəcək, çünki çoxdan maraqlandığınız işi tam olaraq görmək imkanı yaranacaq. Bəzi şirlər gözlənilmədən çox nüfuzlu insanların dəstəyini alacaq və tezliklə yeni müttəfiqlərlə dostluq münasibətləri quracaqlar. Yeni mənbələr də daxil olmaqla nağd maliyyə daxil olmaları mümkündür. Aldığınız vəsaiti xərcləməyə tələsməyin, alış-veriş üçün heç də əlverişli gün deyil. Şəxsi münasibətlərdə müsbət meyllərin təsiri üstünlük təşkil edəcək. Sizə əziz olan insanlarla asanlıqla anlaşacaqsınız. Qız. Səhər çətinliklərlə üzləşməli olacaqsınız. Obyektiv hallar planlarınıza mane olacaq, ona görə də çevik olmalı və vəziyyətə uyğunlaşmalısınız. Bir çox qız bürcləri impulsiv hərəkətlərə meyilli olacaqlar, bu da iş nəticələrinə ən yaxşı təsir göstərməyəcək. Ancaq biraz diqqətli olsanız, problemlərdən qaça bilərsiniz. Günortadan sonra emosional durumunuz normallaşacaq. İtirilmiş vaxtı kompensasiya etmək və bir çox vacib məsələləri həll etmək imkanı yaranacaq. Çox maraqlı söhbətlər, eləcə də uzun müddət xatırlayacağınız qeyri-adi görüşlər olacaq. Başqalarından əvvəl vacib məlumatları alacaqsınız və ondan necə faydalanacağınızı tez başa düşəcəksiniz. Çox çətin məsələləri belə heç kimdən kömək gözləmədən tək başına həll etməyə üstünlük verən qızlar bugün nəzərə çarpan peşəkar uğurlar qazanacaq. Gün köhnə dostlarla söhbət etmək üçün idealdır. Bir-birinizi nə qədər müddət üçün görmədiyinizin və danışmadığının əhəmiyyəti yoxdur. Çox yaxşı anlaşacaqsınız, söhbət üçün çox maraqlı mövzular tapacaqsınız. Romantik görüşlər üçün də yaxşı gün olacaq. Səhər yaxşı əhval-ruhiyyə saxlamaq o qədər də asan olmayacaq. Emosional fon qeyri-sabit olacaq, buna görə xırda şeylərə görə əsəbiləşə, başqa vaxtlarda sadəcə diqqət etmədiyiniz şeyləri ürəkdən qəbul edə bilərsiniz. Xoşbəxtlikdən ətrafınızda sizə necə dəstək olacağını bilən insanlar olacaq. Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Günün ikinci yarısı bir çox qızları sevindirəcək, lakin xüsusilə təhsil, yaradıcılıq və ya tədqiqat işlərinə diqqət yetirəcək bürc nümayəndələri üçün uğurlu gün olacaq. Günün əvvəlində xırda anlaşılmazlıqlardan, bəzi xoşagəlməz hadisələrdən qaçmaq çətin ki, mümkün olsun. Ancaq onlara görə narahat olmayacaqsınız və doğru olanı edəcəksiniz. Vəziyyət tezliklə yaxşılığa doğru dəyişəcək. Günün ortası iş və ya bizneslə bağlı xoş xəbərlər, eləcə də maraqlı təkliflər gətirəcək. Yeni ideyaların həyata keçirilməsinə qərar verən qızlar bu dəfə çox şanslı olacaqlar. Axşam ailə işləri üçün xüsusilə əlverişli olacaq. Yaxınlarınızla birlikdə bəzi gündəlik problemləri həll edəcəksiniz və hamı bundan çox sevinəcək. Tələsməyə ehtiyac yoxdur, xüsusən də vacib işlərlə məşğul olduğunuz zaman. Gün yaxşı keçəcək və çox işdə uğur qazanmaq şansı verəcək, lakin asan və sürətli qələbələrə ümid bəsləməmək daha yaxşıdır. Öz gücünüzə güvənməyiniz daha yaxşı olar. Əvvəllər sizə dəstək vəd edən insanlar sözlərinin üstündə dura bilməyəcəklər. Elmi uğurlar ehtimal olunur. Bugün siz tez bir zamanda çox şey qavrayacaqsınız, lazımlı ola biləcək hər şeyi yaxşı yadda saxlayacaqsınız. Bugün alınan xəbərlər tezliklə düzgün qərarlar qəbul etməyə, çətin vəziyyətlərin öhdəsindən tez gəlməyə kömək edəcək. Tərəzi. İlk baxışdan belə görünməsə də pis gün deyil. Səhər əhvalınızın öhdəsindən gəlmək çətin olacaq. İlk cəhddə hər şey alınmayacaq, amma istəsəniz, hədəflərinizə çatmağın yolunu uğurla tapacaqsınız. Tezliklə tərəzilərin əksəriyyəti hər şeyin yaxşılığa doğru dəyişdiyini görəcək.
Günün ikinci yarısında intuisiyanız keskinləşəcək ki, bu da ən qarışıq situasiyalarda belə düzgün seçim etməyinizə kömək edəcək. Təkcə işdə deyil, şəxsi münasibətlərdə də çoxdan davam edən problemləri həll etmək imkanı yaranacaq. Çətin bir işi və ya uzun müddət yaxınlaşmağa cəsarət etmədiyiniz bir işi götürün. Bugün ulduzlar sizin tərəfinizdə olacaq və bir çox sahələrdə uğur qazanacaqsınız. Həm əvvəllər qazanılmış təcrübə, həm də intuisiyanız sayəsində özünüzü tez bir zamanda yeni situasiyaya yönəldəcəksiniz. Başqalarının sizi düzgün başa düşməsi bəzən çətin olacaq, lakin münaqişələrdən və mübahisələrdən qaçmaq olar. Xırda şeylərə görə qəzəblənməyin, sakit və xoşniyyət olun. Axşam sevdiyiniz insanla vacib söhbət üçün münasib vaxtdır. Gün yeni ideyalar gətirəcək və siz dərhal onları həyata keçirməyə başlaya bilərsiniz. Yaxınlıqda hər işdə kömək etməyə hazır olan insanlar olacaq. Yəqin ki, yalnız fayda deyil, həm də bir çox canlı duyğular verəcək əməkdaşlığın başlanğıcı baş tutacaq. İş yerində romantik münasibətlər istisna edilmir. Son zamanlar gərgin şəkildə inkişaf edən münasibətlərdə yaxşılığa doğru dəyişikliklərin olacağı ehtimal edilir. Bu, təkcə biznes sahəsinə deyil, şəxsi həyata da aiddir. Başqalarını daha yaxşı başa düşəcəksiniz, onlar da sizi başa düşəcəklər. Axşam yaxınlarınızdan biri ilə bağlı xoş xəbərlər vəd edilir. Qərarlar qəbul etməyə tələsməyin, xüsusən də onlar təkcə sizin üçün vacib deyilsə. Əvvəlcə vəziyyəti anlamalı, hərəkətlərinizin mümkün nəticələrini qiymətləndirməlisiniz. Sizi yaxşı tanıyanlarla məsləhətləşmək faydalı olacaq. Bütün bunlar vaxt aparacaq, lakin sonradan vaxt ayırdığınız üçün özünüzə sağ ol deyəcəksiniz. Gün şəxsi münasibətlər baxımından əlverişli olacaq. Sevdiklərinizi yarım sözdən anlayacaqsınız, yeni tanışlarla asanlıqla anlaşacaqsınız. Tezliklə sizin üçün vacib olacaq romantik bir hekayənin başlanğıcı ola bilər. Əgər gün üçün böyük planlarınız varsa, onları mümkün qədər tez həyata keçirməyə başlayın. Səhər saatları çox məhsuldar olacaq, qaçırmaq istəmədiyiniz yeni imkanlar açılacaq. Siz intuisiyanıza güvənə bilərsiniz, o sizə əvvəlcə nə edəcəyinizi və nəyi sonraya saxlayacağınızı söyləyəcək. Bugün ağlınıza gələcək bir çox ideyalar çox uğurlu olacaq. Ancaq başqaları onları dərhal qiymətləndirə bilməyəcəklər. Sizə aydın görünənləri başqalarına bir neçə dəfə izah etməyə hazır olun və hətta ən gərgin halda da qəzəblənməməyə çalışın. Əqrəb. Hər şey yaxşı getməyəcək, amma ümumilikdə gün yaxşı olacaq. Səhər saatlarında başqaları ilə xırda fikir ayrılıqları yarana bilər ki, bu da planınıza sadiq qalmağınıza mane olacaq. Bəzi əqrəblər təşkilati problemləri təcili həll etməli olacaqlar və bu, çox səy göstərmədən həyata keçiriləcək. Günün ortalarından etibarən şans sizin tərəfinizdə olacaq. Dürüstlük və düzlük sizə digər insanlarla qarşılıqlı faydalı şərtlərlə asanlıqla razılıq əldə etməyə, qeyri-müəyyənliklərdən qaçmağa və yaxşı nəticələr əldə etməyə imkan verəcək. Gün olduqca gərgin keçəcək, lakin siz bundan həzz alacaqsınız. Eyni anda bir neçə işin öhdəsindən gəlməli, başqalarının səhvləri ucbatından yaranmış problemləri həll etməli olacaqsınız. Ancaq keçilməz çətinliklər olmayacaq. Başqasından nümunə götürməkdənsə öz üslubunuza hərəkət etməyə üstünlük verəcəksiniz və buna görə də məqsədinizə tez nail olacaqsınız. Yeni tanışlara qarşı diqqətli olun. Bugün sizdə xoş təəssürat yaratmağa çalışan hər kəsə etibar etməyin. Vacib məsələləri yalnız ən yaxın adamlarla müzakirə etmək daha yaxşıdır. Ehtiyacınız olsa onlardan dəstək alacaqsınız. Bugün sizə diplomatik istedadlar və müxtəlif insanlarla ünsiyyət qurmaq, sizdən tamamilə fərqli olanlara yanaşma tapmaq bacarığı lazım olacaq. Nüfuzlu insanların dəstəyini almaq, yeni tanışlarda xoş təəssürat yaratmaq mümkün olacaq. Bəzi əqrəblər müstəsna dərəcədə cazibədar işgüzar təkliflər alacaq, onları çox düşünmədən qəbul edəcək və peşman olmayacaqlar. Gün kiçik anlaşılmazlıqlar olmadan tamamlanmayacaq. Onlardan narahat olmamağa çalışın, ciddi problemlər yaranmayacaq və kiçik çətinliklərin öhdəsindən tez gələcəksiniz. Siz qətiyyətli və tez hərəkət etmək istəyəcəksiniz, amma bu zaman səhv etmək riskini daşıyırsınız. Bugün heç yerə tələsməmək, hər bir addımı diqqətlə nəzərdən keçirmək daha faydalı olacaq. Özünüzü düzgün aparsanız, işinizdə nəzərə çarpacaq uğurlar qazana və nüfuzlu insanların dəstəyinə nail ola bilərsiniz. Ola bilsin ki, faydalı əlaqələr quracaqsınız.
Yaxşı təəssürat yarada, fikirlərinizlə başqalarını maraqlandıra biləcəksiniz. Evdə həmişəkindən daha çox narahatlıq olacaq və bəzən sevdiklərinizlə ortaq dil tapmaq asan olmayacaq. Xırda şeylərdən narahat olmayın. Bugün çətin ki, tez uğur qazanasınız, amma ulduzlar sizin tərəfinizdə olacaq və əzmkar olsanız, hər şey yoluna düşəcək. Mümkündür ki, bəzi köhnə işlərə qayıtmaq lazım gələcək, olduqca maraqsız, lakin faydalı olacaq. Diqqətinizi yayındırmasanız, onlarla tez bir zamanda məşğul olacaqsınız. Nağd maliyyə daxil olmaları və gözlənilməz hədiyyələr ola bilər. Alış-veriş üçün yaxşı gündür. Yaxınlarınızın məsləhətlərinə qulaq assanız, xüsusilə uğurlu olacaq. Axşam ailəvi səfər və ya qohumları ziyarət etmək üçün münasib vaxtdır. Ox atan. Parlaq və uğurlu gündür. Əhəmiyyətli bir şeyi sonraya qoymayın. Səhər güc və enerji artımı hiss edəcəksiniz, ətrafınızdakiləri asanlıqla başa düşə və hətta danışıqlar aparmaq həmişə çətin olan insanlara da münasibət tapa biləcəksiniz. Oxatanların çoxu qeyri-adi dərəcədə dərrakəli olacaq, bu da onlara bir sıra vacib məsələləri həll etməyə imkan verəcək. Nüfuzlu insanlarla münasibət qurmaq şansı olacaq, onların dəstəyi yaxın gələcəkdə sizin üçün faydalı olacaq. Axşam saatlarında ev işlərinə fikir verməli olacaqsınız. Ailə üzvləri ilə xırda fikir ayrılıqları mümkündür, lakin siz hər şeyi tez həll edə biləcəksiniz. Böyük ideyaların günüdür. Onlar gözlənilmədən yarana bilər və dərhal planı həyata keçirməyə başlamaq lazım olduğunu başa düşəcəksiniz. Çoxları sizə kömək etmək istəyəcək və intuisiyanız sizə kimə arxalana biləcəyinizi mütləq söyləyəcək. Dostluq və ya romantik münasibətlərin başlayacağı xoş tanışlıqlar istisna deyil. Çox fərqli insanlarla ortaq dil tapmaq sizin üçün asan olacaq. Elmi uğurlar gözlənilir. Bugün əldə etdiyiniz biliklər yaxın gələcəkdə sizin üçün faydalı olacaq. Planlarınızın dahiliyinə şübhə edənlərə qəzəblənməməyə çalışın. Hər kəs ideyalarınızı dərhal qiymətləndirə bilmir, amma başqalarına biraz vaxt versəniz, yəqin ki, hər şeyi başa düşəcəklər. Həddindən artıq uzun iş mübahisələrindən qaçmaq, həmkarlar və rəhbərliklə mübahisə etməmək daha yaxşıdır. Təmkininizi qoruyub təxribatlara boyun əyməsəniz, ciddi problemlər yaranmayacaq. Maliyyə məsələlərində ehtiyatlı olun, alışlar və əməliyyatlara tələsməyin, əhəmiyyətli məbləğ xərcləməzdən əvvəl 2 dəfə düşünün. Vacib işlərə diqqət yetirin, diqqətinizi xırda şeylərə ayırmamağa çalışın, xırdalıqlara vaxt itirməyin. Təkcə özünüz üçün deyil, başqaları üçün də çox faydalı işlər görə biləcəksiniz. Sizin ideyalarınız başqalarının xoşuna gələcək və yəqin ki, kimsə planlarınızın həyata keçirilməsində kömək etmək istəyəcək. Bəzi oxatanlar bugün gələcəkdə əməkdaşlıq edəcəkləri insanlarla görüşəcəklər. Bugün yaxınlarınızla münasibətlər xüsusilə ahəngdar şəkildə inkişaf edəcək. Sizə əziz olan adamlarla asanlıqla ümumi dil tapacaqsınız, fikir ayrılıqları və mübahisələr üçün heç bir səbəb olmayacaq. Səyahətlər yaxşı alınacaq. Səbrli olun, gün mütləq faydalı olacaq. Başqaları ilə münasibət qurmaq həmişəkindən daha çətin olacaq, hətta ən yaxın insanlarla belə dərhal ümumi dil tapa bilməyəcəksiniz. Ancaq fikir ayrılıqları ciddiləşməyəcək və təxribatlara uymasanız, mübahisə yaranmayacaq. Günün ilk yarısı olduqca uğursuz olacaq, amma ikincidə diqqətinizi faydalı işlərə cəmləyib onlarla yaxşı bacaracaqsınız. Hazırda iş, biznes və ya yaradıcılıqla bağlı maraqlı təkliflər istisna deyil. Oğlaq. Pis gün deyil. Əvvəlcə iş əhval-ruhiyyəsinə girmək o qədər də asan olmayacaq. Bəzi oğlaqlar həddindən artıq həssas olacaqlar, lakin istəsələr, emosiyalarının öhdəsindən gələ biləcəklər və başqaları ilə münaqişələrdən qaça biləcəklər. Dərhal mürəkkəb işlərə başlamamalı, işlərinizi qaydasına salmalı və adi işlərlə məşğul olmalısınız. Günün ikinci yarısı qeyri-adi məhsuldar olacaq. Məqsədlərinizə çatmaq yolunda əhəmiyyətli irəliləyiş əldə edə, perspektivli müqavilələr bağlaya və gələcək uğur üçün möhkəm zəmin yarada biləcəksiniz. Asan uğurlara ümid bağlamağa dəyməz, bugün məqsədlərinizə çatmaq üçün çox çalışmalı olacaqsınız. Biznesdə öz gücünüzə güvənməlisiniz, kiminsə köməyinizə gəlməsini gözləməyin. Ciddi məsələlərin həllini təxirə salmamaq daha yaxşıdır. Nə qədər tez başlasanız, bir o qədər çox şey edə bilərsiniz.
Həddindən artıq işləməkdən və stresli vəziyyətlərdən qaçmağa çalışın. Bu, günorta saatlarında xüsusilə vacib olacaq. Çox güman ki, bu zaman istirahət etmək, işdən yayınmaq istəyəcəksiniz. Mənzərənin dəyişməsi faydalı ola bilər. Günün əvvəlində vaxt itirməsəniz, bir çox mürəkkəb məsələləri tez həll etmək olar. Biznesdə təşəbbüs göstərməyə dəyər. Sizi şübhəsiz ki, müttəfiqləriniz kimi görmək istədiyiniz insanlar dəstəkləyəcəklər. Uğurlu əməliyyatlar və alışlar, həmçinin gözlənilməz mənbələrdən nağd maliyyə daxil olmaları istisna edilmir. Günün ikinci yarısı yaxınlarınızla mühüm söhbətlər, ümumi işlərin və əvvəllər çox mübahisəli olan məsələlərin müzakirəsi üçün münasibdir. Bu dəfə hər şeyi sakitcə razılaşdırmaq mümkün olacaq. İş üçün əla gündür. Əvvəllər çətin görünən işlərin öhdəsindən tez gələcək, vacib suallara cavab tapacaqsınız. Həmkarlar və tərəfdaşlarla birgə hərəkətlər barədə razılaşmaq asan olacaq, mübahisələr üçün heç bir əsas olmayacaq. Nağd maliyyə daxil olmaları, o cümlədən gözlənilməz mənbələrdən gəlirli sövdələşmələr ola bilər. Ancaq bugün sevdiklərinizlə yola getmək həmişəkindən daha çətin olacaq. Gözlənilmədən çoxlu xırda fikir ayrılıqları olacaq. Çətin məsələlərin müzakirəsini təxirə salmaq daha yaxşıdır, xüsusən də əvvəllər mübahisələrə səbəb olubsa. Gün vacib məsələlər və məsul görüşlər üçün çətin ki, uyğun olsun, lakin maraqlı və yormayan fəaliyyətlər, həmçinin sizi yaxşı başa düşən insanlarla ünsiyyət üçün çox əlverişli olacaq. Gözlənilməz səfərlər, dostlarla planlaşdırılmamış görüşlər mümkündür. Onlar sizi mütləq ruhlandıracaq. Səfərlər yaxşı alınacaq, lakin gözlədiyinizdən daha uzun çəkə bilər. Və yolda planlaşdırılmamış xərclər mümkündür, buna hazır olun. Günorta yaxşı ideyalar yaranacaq. Dolça. Ünsiyyət üçün qeyri-adi yaxşı gündür. Bununla belə, səhəri tək başına öhdəsindən gələ biləcəyin işlərə həsr etmək daha yaxşıdır. Bir sıra vacib səhvləri aşkar edəcək və onları vaxtında düzəldəcəksiniz. Bir az sonra əksər dolçalar üçün əlverişli dövr gələcək. Optimist münasibət və xoş niyyət sizə yeni tanışlıqları asanlıqla qazanmağa və adətən yaxşı yola getmədiyiniz insanlarla ümumi dil tapmağa imkan verəcək. Siz sərfəli sövdələşmələr edə, bəzi xüsusilə çətin problemlərin öhdəsindən gələ və rəhbərliyinizlə yaxşı reputasiya əldə edə biləcəksiniz. Cazibədarlığınız istənilən vəziyyətdə kömək edəcəkdir. İntuisiyanıza qulaq asın, bugün onun verdiyi ipuçları xüsusilə dəqiq və vaxtında olacaq. Onların sayəsində siz nəinki yaranan bütün çətinliklərin öhdəsindən gələcəksiniz, həm də hər kəsə demək olar ki, ümidsiz görünən bir işdə uğur qazanacaqsınız. Gözlənilməz mənbələrdən nağd maliyyə daxil olmaları, uğurlu əməliyyatlar və alışlar mümkündür. Gün təmizlik və lazımsız öhyalardan qurtulmaq üçün əlverişlidir. Sənədləşmə ilə bağlı məsələləri də həll edə dövlət təşkilatlarına müraciət edə bilərsiniz. Həqiqətən maraqlı və perspektivli görünən işlərə diqqət yetirsəniz, gün yaxşı keçəcək. İşgüzar intuisiyanız xüsusilə kəskin olacaq və onun göstərişləri sayəsində siz tez bir zamanda özünüzü yeni vəziyyətə yönəldəcək, hətta kiçik səhvlərə də yol verməyəcəksiniz. Həm işgüzar, həm də şəxsi görüşlər uğurlu olacaq. Unutmayın ki, bugün ən mürəkkəb və vacib məsələlər belə rahat bir atmosferdə müzakirə edilə bilər. Beləliklə, düzgün sözləri tapmaq və həm söhbətlərinizin nə gözlədiyini başa düşmək sizin üçün daha asan olacaq. Axşam romantik görüş üçün ideal vaxtdır. Bugün işlər plana uyğun getməyəndə soyuqqanlılığınızı qorumaq bacarığına ehtiyacınız olacaq. Çox güman ki, gün sürprizlərlə dolu olacaq və siz yeni situasiyalarda tez baş çıxarmalı, təcili qərar qəbul etməli olacaqsınız. Əgər intuisiyanıza qulaq assanız və başqalarından çox şey gözləməsəniz, hər şey nəticə verəcək. Yaxınlarınızla bağlı xoş xəbərlər, ailədə xoş hadisələr ehtimal olunur. Axşam qonaqları qəbul etmək, evdə məclis təşkil etmək üçün uyğundur. Ardıcıl olun, bunun sayəsində əvvəllər qeyri-mümkün görünən hədəflərə bugün nail olacaqsınız. İşlərin yaxşı getmədiyi görünsə belə, planlaşdırdığınız işdən vaz keçməyin. Çox çətin ki, köməyə ehtiyacınız olsun, amma dostlar təklif edərsə imtina etməyin. Onların dəstəyi sayəsində istənilən fəaliyyət daha maraqlı olacaq. Planlaşdırılmamış səfərlər mümkündür. Ola bilsin, həyəcanlı olmayacaqlar, amma mütləq fayda gətirəcəklər. Evdən uzaqda xoş tanışlıqlar mümkündür.
Dostluq və ya romantik münasibətlərin başlanğıcı istisna edilmir. Balıq. Gününüz xeyir. Səhər saatlarından güc və enerji ilə dolu olacaqsınız ki, bu da böyük işlərin öhdəsindən gəlməyə kömək edəcək. Təsəvvür və intuisiya sizə tanış problemlərə qeyri-standart yanaşma tapmağa və çoxdan heç kimin gözündən qaçan məsələləri həll etməyə imkan verəcək. Bu yaxınlarda mübahisə etdiyiniz və ya zəif başa düşdüyünüz insanlarla münasibətləri yaxşılaşdırmaq şansı olacaq. Bir çox balıqlar günortadan sonra xoş xəbərlər alacaqlar. Həm köhnə, həm də yeni biznes tərəfdaşları ilə təmaslar uğurlu olacaq. Ciddi mövzuları müzakirə etmək üçün əlverişli vaxtdır, söhbətin nəticələri sizi sevindirəcəkdir. Günün başlanğıcı çətin ki, asan keçsin, bu zaman bəzi çətinliklər yarana bilər. Ancaq soyuqqanlı olsanız, necə davranacağınızı tezliklə başa düşəcəksiniz. Köhnə tanışlar yaxşı məsləhətlər verəcək, siz də onlara qulaq asacaqsınız. Gün adi işlər, kari problemlərin həlli üçün münasibdir. Həmkarlarınızla ünsiyyət sevindirəcək, onlar faydalı məlumat və ya yaxşı ideyalar paylaşacaqlar. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək, yaxınlarınızla yaxşı anlaşacaqsınız. Həm dostluq görüşləri, həm də romantik görüşlər yaxşı keçəcək. Ehtiyatlı olun və vacib qərarları tələsik qəbul etməyin. Xüsusilə işgüzar baxımdan asan gün deyil. Amma pis də adlandıra bilməzsiniz. Bəzi gözlənilməz və heyrətamiz hadisələr ola bilər. Çaşqınlıq yaşamasanız, onlardan çox yaxşı istifadə edə bilərsiniz. Əgər vacib işlərlə məşğulsunuzsa, öz gücünüzə güvənməyə çalışın və heç kimdən dəstək gözləməyin. Xəyallara qapılmasanız, hər şeyin öhdəsindən özünüz gələ biləcəksiniz. Axşam şad xəbərlərlə yanaşı sizi ruhlandıracaq görüşlər də vəd edilir. Bugün xırda məsələlərə görə fikir ayrılıqları və mübahisələr yaranacaq. Ancaq vəziyyəti yumşalda hamı ilə yaxşı münasibət qura biləcəksiniz. Dostyanə münasibət və xoş niyyət işdə çox faydalı olacaq. Həm yeni tanışlarla, həm də əvvəllər əməkdaşlıq etdiyiniz insanlarla birgə hərəkətlər barədə tez razılaşacaqsınız. Bugün yaxınlarınızın köməyinizə və dəstəyinizə ehtiyac duyması mümkündür. İstəklərini rədd etməməyə çalışın. Sizin üçün əziz olan adamlara səmimi yanaşma yaxşı münasibətləri qorumağa və əvvəllər yaranmış problemləri həll etməyə imkan verəcək. Xırda əşyalara çox vəsait xərcləməyin və xırda məsələlərə çox vaxt itirməyin. Günün ilk yarısında bu istiqamətlərdə risklər olacaq. Məsləhətlər də həmişə faydalı olmayacaq, ancaq intuisiyanızın göstərişlərinə qulaq asmalısınız, o sizi məyus etməyəcək. Günün ortasında ortaya çıxan qeyri-adi fikirlər uğurlu olacaq. Təlaş və çaşqınlığın qarşısını almaq vacibdir. Yeni işlərə başlamazdan əvvəl daha öncə başladığınız işi tamamladığınıza əmin olun. Maliyyə və əmlakla bağlı istənilən məsələnin həllini günün ikinci yarısına təxirə salmaq daha yaxşıdır. Yeri gəlmişkən bu zaman nağd maliyyə gəliriniz və hədiyyələr mümkündür.